Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən hal-hazırda Ucar rayonu Koroğlu küçəsindəyəm. Deməli, gördüyünüz kimi burada piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə təhlükələr var. Mən bunu çəkib istimaliləşdirmək istəyirəm. Dəfələrlə aidiyyəti üzrə qurumlara müraciət eləmişik, xahiş eləmişik bu problemlər haqqındakı aradan qaldırsınlar. Təəssüf olsun ki, heç bir işdə görmürlər. Deməli, buradan hərəkət edən piyada, gördüyünüz kimi burada birinci növbədə belə bir problemlə qarşılaşır. Ağzı açıq luklar var. Gecə saatlarında bura dəfələrlə, bax, imenli bu luka dəfələrlə insanlar bura düşübdür. Əl-ayağı sınanlar da olubdur, ciddi xəsarət alanlar olubdur. Və gəlirik, deməli, səkinin bax, bu hissəsinə. Mən buradakı problemi əvvəl istimaliləşdirmişdim. Təəssüf olsun ki, heç bir tədbir görülmədi. Deməli, mən buradan haradasa bir təhər keçə bilərəm. Bu hissədən keçib gedə bilərəm. Amma buradan bir əlil arabasında olan bir vətəndaşımız bax, buradan hansı cür keçə bilər? Bu səkidən necə istifadə edə bilər? Və yaxud da ki, bir valideyn övladın uşaq arabasında aparır. Buradan keçə bilməyəcək. Məcbur olaraq deməli, vətəndaş çıxmalıdır avtomobil yoluna. Gördüyünüz kimi, bax, həmin bu yolda, bu hissədə sərt döngə var. Ona görə də avtomobillər səkiyə daha yaxın keçirlər buradan. Burada deməli, sakinlər üçün, vətəndaşlar üçün bura ciddi təhlükələr yaranır. Deməli, bax, görürsünüz, buradan keçmək mümkündür. Bura lukun ağzında belə bir daş qoyublar. Burada ciddi problem yaradan həmin bax, bu ağacdır. Bu ağac artıq əyilibdir, yola doğru gedir. Bura aidiyyəti qurumlar bu ağacın buradan köçürülməsini təmin etməlidirlər. Bu ağac başqa yerə köçürülməlidir və ümumiyyətlə səkidə əkilən ağaclar vaxtı ikən düzgün əkilməyib. Yəni bu düzgün ideya deyil. Səkidə vətəndaşların, sakinlərin hərəkəti üçün nəzərdə tutulubdur. Yəni burada ağac əkmək qətiyyən düzgün bir şey deyil. İndi əkilibdir, bitibdir. Bu ağacı kəsmək də düzgün olmaz. Bu ağac qanunlu şəkildə başqa bir yerə köçürülməlidir. Ki buradan insanlar rahat hərəkət edə bilsinlər. Bax, görürsünüz, açıqlıqlardakı sayısız hesabsızdır. Deyək ki, bu ağacı kimsə bu ağacı bir təhər keçdi, getdi. Ağacı keçəndən sonra burada luka düşə bilər. Ona görə də mən bu video çəkilişimlə Ucar rayon icra hakimiyyətinin rəhbərinə müraciət edirəm ki, yəni tək söhbət buradan getmir. Belə yerlər çoxdur, səkidə əkilən ağaçlar çoxdur. Bu ağaçlar vaxtında daranmalıdır. Bax, belə də təhlükə yaradan ağaçlar da ki, başqa yerlərə köçürülməlidir. Ona görə də xahiş edirəm ki, aidiyyəti qurumlara tapşırıq verilsin. Hara müraciət etmək lazımdırsa, müraciət eləsinlər. Ekologiya Nazirliyinə məktub göndərsinlər. Yəni bu prosesləri özləri yaxşı bilirlər. Bu prosesləri mən açıq aydın demək istəmirəm. Özləri hamısını yaxşı bilirlər ki, burada hansı işlər görülməlidir. Yəni iş görmək lazımdır. Və deməli biz çəkiliş olmadan bəzi problemləri bildiririk. Çünki narazılıq edirlər, bildirirlər ki, çəkiliş eləmək, bizə məlumat ver, problemi aradan qaldıraq. Amma təəssüf olsun ki, bəzi problemlər var ki, dəfələrlə biz müraciət edirik, şifahi şəkildə deyirik, amma baxıb görürük ki, heç bir tədbirdə görülmür. Ona görə də bax, buradakı problemi çəkib istimaliləşdirirəm və xahiş edirəm aidiyyəti üzrə qurumlardan həmin bu problem vaxtında həll olunsun. Burada yəni belə deyək, piyadaların burada hərəkəti çox təhlükəlidir. Videonu bəyənib rəy yazmağı unutmayın. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.